Herkese salam değerli izleyicilerim. Bugün bütün günü İnci bizimle olacak. İnci ile birlikte gezəcəyik, yeyib içəcəyik, əylənəcəyik. Artıq atamız gəmiyə gedəndən bəri rutinimiz bir xeyli dəyişib. O burada olanda mən yorğun olsam belə, yəni oyanıb qızımla məşğul olmasam belə, o onu aparardı aşağı mərtəbəyə. Yeməyi ilə, altını dəyişməklə, paltarını dəyişməklə məşğul olardı. Amma İnci xanım səs-küylə oyanır və çox vaxt mən öz yanımda yatızdırıram. Gecələr oyananda öz yanıma gətirirəm, yeməyimi verirəm və sakitcə ikimiz də yuxuya gedirik. Səhər saatlarında oyananda isə biraz yataqda birlikdə oynayırıq. Yuxarı mərtəbəyə də oyuncaqlarını qoymuşam. Səhər oyananda biraz oyuncaqlarla oynayırıq, söhbətləşirik. Daha sonra düşürük aşağı mərtəbəyə, yəni dərhal düşmürük. Sonra isə səhər yeməyində əsasən kaşa yeyirik və kaşanı yeyəndən sonra biraz yenə oyuncaqlarıyla oynayır. Arada başını qatmaq üçün televizora baxır, hardasa 10-20 dəqiqə arası belə. Sonra zaten özü bezir və deyir ki, gəlin məni oynadın ya da məni gəzdirin. Çoxlu onu gəzdiririk, yaxşıca yorulur və indi deyir ki, məni aparın yatsıtırmağa. Yatsıtıranda da artıq hava çox şükür düzəlib. Bu qədər yağışdan sonra havalar dəhşət isinib mənə görə. Rahat çıxardıram, geydirib, keçindirib çöldə yatızdırmağa. Əslində onun keyfinə baxır neçə saat yatmağa, amma əsasən 1 saat, 2 saat arası yatır. Çox vaxt 1 saat təxminən, yəni orta hesablı 1 saat yatır. Nadir hallarda 1 saat yarım, 2 saat olur bu müddət. Daha sonra isə oyanır və mən belə albomu var İncinin. Növbəti videolarda sizə göstərəcəm. Hətta yeni bir albom da hazırlatmağa başlamışam. İstəmirəm ki, şəkillər itib batsın telefonda. Belə qəşəng. O hazırda hazırlatdığım albom xəstəxana çıxışına aiddir. Yəni 90-a yaxında şəkil var imiş. Adama birinci telefonda az görsənir, amma sonra mən onları papkaya yığıb göndərəndə həmin yerə gördüm ki, ilahi 90-a yaxın şəkil var. Nəysə o orada olmağında qalsın da. Sonra baxdım 40 məclislərinə. İnci xanımın 40 məclisi həm anamgildə, həm də qaynanamgildə olmuşdu və hərəsinə aid ayrı-ayrı çoxlu şəkillər var. Ona görə hərəsinin ayrı-ayrı albomu olacaq. Əlavə olaraq Novruz bayramında da çəkiliş etmişdik evdə qəşəng. Sonra hər ay ümumiyyətcə onun hər ay nəsə bir yığıncaqlar eləyirdik. Hamısından qəşəng şəkillər var. Həm ailəvi, həm də özü tək olan şəkillər. Hamısını belə albomlarda ayrı-ayrı cəmləşdirəcəm və bu arada növbəti videoda da qeyd edəcəm. Bu albomları harda hazırlatdırıram. Qeyd edim ki, indidən çox razıyam. Daha öncə bizim toy üçün hazırlatdığımız albomlarda onlar eləmişdilər. Yenə də çox razı qalmışdı. Bu Novruz bayramı gələndən İnci xanım elə hey ancaq şəkər, bura, paxlava nə istəsə yeyir. Özü də elə iştahla yeyir ki. Bu arada qeyd etməyi unutdum. Günorta biz ona özümüz yediyimiz supdan üzərinə uşaqlar üçün hazırlanmış xüsusi suxarilər əlavə edib veririk. Bu suxariləri mən Rossmanda endirim olanda almışdım. Məncə çox ideal boydadır. Yəni uzun müddət istifadə olunur. Qiymət də 2 manat 50 qəpiyə düşmüşdü. Səhv etmirəmsə. Arada hiss eləyirəm ki, yenə də ac qalıb. Onda belə süd verirəm. Amma genel olaraq 2-3 dəfədən artıq süd vermirəm artıq. Bir xeyli azaltmışıq südü. Burada da çıxartmışam həyətimizin bu gözəlliyini izlətməyə qızımı. Zarafat bir qırağa həqiqətən də həyətimizin bu yaşıllığı, rəngarəngliyi onun çox xoşuna gəlir. Bir baxır çölə. Daha sonra da yatdı durdu. Burada da baxın kotleti xüsusi anam hazırlamışdı. Sırf İnciyə özəl duzsuz kotlet hazırlayıb. Amma sonra da biraz üzərinə duz sərpirik, nə yalan deyim. Çünki duzsuz həqiqətən xoşlanmır da yemir. Şükür Allaha ki, qızım ət yeyə bilir. Mən fikirləşirdim ki, artıq yeməyəcək. Amma məsələn, burada bir dənə kotlet hazırlamışıq, onun yarısını verdik. İnanın ki, versək hamısını yeyərdi, amma özümüz hələ ki çox yəni yedizdirmirik də müəyyən mədə-bağırsaq problemləri olmasın deyə. Təbii ki, içinə reyhan əlavə eləmişdi, anam kök əlavə eləmişdi. Yəni nə lazımdırsa əlavə eləmişdi, bir dənə duzdan başqa. Yəni reyhanın bir ziyanı yoxdur bu arada. Artıq 1 yaşına çatmış uşaqlara olar. Düzdür, bu 11 aylıqdır, amma olsun, yəni bir problem kəsb etmir. Mən qızıma az qala 6 ayından reyhanlı suplar verirdim. Yəni bu tip ədviyyatlar lazımdır ki, uşaq heç olmasa dadı tanısın, daha çox bəyənsin, daha çox yemək istəsin. Məncə ədviyyatlar günümüzün böyük bir hissəsi. Biz böyüklərdə necə təşkil edirsə, onlarda da eyni şəkildə olmalıdır. Burada da televizorda nəsə oynamalı bir şeylər gedirdi. Mən də öyrədirəm ki, bax belə oynamaq lazımdır. İndi görün neyniyəcək. Ay şahol İnciyə, belə. Ay Allah. Aferin İnciyə.
Da onun üçün iHerb-dən sifariş edib gətirdiyim həmin atışdırmalıqlardan verirəm. Təbii ki, bunu həmişə vermirəm. Arada bir, sadəcə fərqli dadı bilsin deyə verirəm. Və fərqli dadda nəsə yediyi üçün də indi də sevinir, oynamağa başlayır. Və axşam saatlarında yatıb oyanıb o qədər tərləmişdi ki, anam dedi ki, mütləq bunu çimizdirmək lazımdır. Tərtəmiz oldu. İndi də saçını qurutdum. Saçını qurudanda həmişə bu fenin səsindən biraz qorxur. Ona görə də özünü atır başqa yerlərə və burada da əlinə aldı telefonu sırası. Biz elə yeni doğulan vaxtından Bibşen istifadə edirik şampun olaraq. Onu mənim anam hədiyyə eləmişdi. Yəni sözünüzü özüm almamışam və çox razı qaldım. Yaxşı ki, onu alıb. 400 mililitr, yəni işlət qutarmır. Belə baxıram, elə 1 yaş yarımına kimi istifadə edəcəyik. Laq çubuğu olaraq da V-Baby'dir. Bundan 3 paçka almışdım hətta. İndi isə sıra gəldi biraz su, çay içməyə. Təbii ki, çaydan çox az miqdarda əlavə edirəm, yarım qaşıq. Hansı gün ki, sudan, çaydan çox içir, çox sevinirəm. Ümumi inkişaf üçün su mütləq lazımdır. Yəni bizim bədənimizin çox hissəsini zaten su təşkil edir. Və axşam saatlarında mənim qızıma elə bir enerji gəlir ki, heç cürə qabağını ala bilmirik. Biz də qoşuluruq, onunla birgə oynayırıq ki, heç olmasa biraz enerjisi tükənsin və bizimlə birlikdə yatmaq istəsin. Və nəhayət sıra gəldi axşam yeməyinə. Axşam yeməyində adətən xüsusi axşam üçün hazırlanmış kaşa verirəm. Bəzən isə südün, yəni smesin içinə 1 qaşıq əlavə edib verirəm. Çox doyumlu olur doğrudan da, çox bəyənərək yeyir. Nəhayət İnci xanım yatmağa yaxın. Mən də qərara gəldim ki, saçlarımı yuyum və artıq uzun müddət ki, saçlarımı boyamırdım. Xüsusən də keratindən sonra 2-3 həftə olmaz saçları boyamaq və məndə artıq 1 aydan da çox vaxt keçib. O səbəbdən istədim ki, saçlarımı boyayım və artıq uzandığı üçün 2 paket boya istifadə edirəm mən. Nəticəni isə bir sonraki videoda göstərəcəm. Ümid edirəm ki, bu vloqu bəyəndiniz. Vloqları bacardığım qədər qısa tutmağa çalışıram. Çünki məncə vloqlar nə qədər az və öz olsa bir o qədər yaxşıdır. Əgər bu tip videoların daha çox gəlməyini istəyirsinizsə, İnci ilə daha çox video olmağını istəyirsinizsə, zəhmət olmasa kanalıma abunə olub, altda yorum yazıb, videonu da like etməyi unutmayın.